Bakı Media Mərkəzinin istehsalı olan Tağıyev Çar adlı filmin premyerası keçirildi. Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematografiya tarixinə düşüb. Belə ki, 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı heyət iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiyadan istifadə olunub. Bizim film 4 hissədən ibarətdir və biz bir girişə 4 filmi hamısını çəkmişik. Biz ayrıca olaraq filmləri çəkməmişik. 4 filmin hamısı çəkilib. Hal-hazırda bu gün ikincisi təqdim olunur. Tağıyev Çar adında və 3 ilə 4 post-production periyodundadır. Ama bir tane dersin gözüm. Kimde balamaz be? Denen kimde canma. Tamaşaçılara ikinci bölümdə, birinci növbədə Tağıyevin əvvəl neft axtaran adi bir, belə deyək, öz bəxtini sınayan bir insan idisə, amma indi artıq Dumanın üzvü, deputat, artıq müəyyən bir səviyyəli, belə deyək, məclislərdə öz sözünü deyə biləcək bir adam kimi görəcəksiniz inşallah. Xalqın içindən çıxıb xalqını unutmayan insan kimi görəcəksiniz. Hacı Zeynalabdin Tağıyevin yaşlı devrini oynayıram filmdə. Bu film doğrudan da böyük bir əziyyət, zəhmət bahasına başa gəlib və mən deyərdim ki, bəlkə də Azərbaycanda indiyə qədər belə analog olmayan bir işdir də müasir dövrümüzdə tarixi filmlər çəkmək çətindir. Один нефть принесла богатство, а другим разорение. Təəssüratlarınız necədir? Çox gözəl, super. Çox bəyəndim. Hər şey ürəyimiz oldu. Yəni birinci seriyasından da daha çox xoşuma gəldi. İkinci seriya, növbəti seriyanı da səbirsizliklə gözləyirəm. Mükəmməl işlərsə gəlib həqiqətəndir. Gözüm yaşarır, içim həyəcanlanır, xalqımdan fəxr edirəm. Çox qəribə hisslər içindəyəm. Əlaydı, hər şey əlaydı. Birinci hissədə əsasən sahibkarlıq fəaliyyətinə başlamağı Hacı Zeynalabdin Tağıyev məni çox təsirləndirmişdi. İkinci hissədə də sahibkar olaraq xalqının yanında olmağı ümumiyyətlə məni təsirləndirdi. Elə ən sonunda da o verildi. Hələ də təsirindəyəm. Axı onlar səni özlərindən saymayacaqlar. Sən hələ də buna inanırsan. İnanmıram. Əminəm.